Size bir sual vermək istəyirəm. Buyurun. Bir neçə sual var, amma birincidən başlamaq istəyirəm. Bugünkü çıxışınızın məqsədi nədir sizin üçün? Mənim üçün yoxsa sizin üçün? Yox, sizin üçün. Mənim üçün fərqindəliyi bacardığım qədər yaymaq. Başqa bir şey yox. Sadəcə olaraq fərqindəlik. Fərqindəlik əslində nədir, onu yaymaq. Fərqində olmaq budur. Misal üçün, mən bu videoda da paylaşmışam, çox adam əgər burada məni Instagramda izləyirsə görür. Odun peci dediğimiz şey var ya, babaların evində soba. Onun üstündə böyle bir şey, təndir çörəyi qızdırırdı babanın əşi. Dur günə, ye günə, saat 5'te yatdılar ya da. Dur bunu ye. Bax, orada əlimizi uşaq vaxtda nə qədər oynayırdıq, əlimizi vururduk, yandırıb. Yanmışsan, hiss edirsən, düzdür. Amma ani momentdə qolumuz dəyəndə, xəbərimiz olmadan bir dənə yandırır insana da izi qalır. Bax, fərqindəlik budur. Fərqində olaraq elədiyin şeylər sən heç vaxt incidə bilməz. Fərqində olmadan elədiyin şeylər həyatında elə pis izlər qoyur ki. Çünki fərqində deyildin, onu sevdin, fərqində deyildin, onu səhv elədin, fərqində deyildin, o biznesə getdin, fərqində deyildin, o insana inandın, fərqində deyildin, o insana borc verdin. Amma fərqində olsan, hiçbir şey olmaz. Deyildin ki, müəyyən təkrarlanan proqramları, təkrarlanan ssenariləri yaşayırsan, düzdür? Evet. Siz neçə yaşından başlamışsınız aydınlanma yoluna? Aydınlanma yoluna ümumiyyətlə insan əslində qalsa doğulduğu gündən, kullandığı gündən başlayır. Sadəcə olaraq insan onun fərqində olub olmadığını hiss eləməyindən söhbət edirsə.